Dünyada İslam və demokratiya. Azərbaycanda bunun təzahürləri, eyniliklər və fərqləri. Müsəlman o kəsdir ki, Allaha inanır. Allahdan gəldiyinə inanır. Əsl demokrat adam əgər müsəlmandırsa və istədiyi kimi ibadət edirsə, din alimləri tərəfindən o müsəlman kimi qəbul olunca olunmayacaq. Din adına olan təcrübələrin, demokratiya adına olan yanlış təcrübələrin qarşı vurmasını görürük. Hamısı Azadlıq Radiosu və İnternews Azərbaycanın birgə layihəsində. İslam və demokratiya. Salam, hər vaxtınız xeyir olsun. Azadlıq Radiosu və İnternews Azərbaycanın birgə layihəsi olan İslam və demokratiya efirdədir. Bələdçiniz mənəm İlkin Məmmədov, bu dəfə sələfilikdən danışırıq. Daha doğrusu, Azərbaycandakı sələfilərdən. Çünki bir fakt var ki, ölkənin digər dini qurumları Əbu Bəkir məscidinə atılan qumbaradan sonra sələflərlə, dindarlarla həmrəylik nümayiş elətdirsələr də, hadisəni qınasalar da, Azərbaycandakı ənənəvi İslamın təmsilçiləri ilə 90-cı illərdən Azərbaycanda yayılmağa başlayan sələflik arasında müəyyən fərqliliklər, fikir ayrılıqları, narahatlıqlar var idi. Fərqliliklər nədir? Sələflər niyə özlərini digərlərindən fərqləndirirlər? Özlərini nədə haqlı bilirlər? Digər qurumların nümayəndələri və cəmiyyətin təmsilçiləri onlarla nədə razı deyil və sələflərə qarşı ön yarğılar və sələflərin özlərinin digərlərinə münasibəti nəyin əsasında formalaşır? Bütün bu suallara sələflərin özlərinin cavabını eşitmək üçün Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin məzunu, ilahiyyatçı və əsasən sələflərin ibadət elədiyi Əbu Bəkir məscidinin cəmaatına xüsusi rəğbəti olan Əkrəm Həsənov studiyamıza dəvət eləmişik. Əkrəm bəy, ilk öncə addan başlayacaq. Niyə Azərbaycandakı, Bakıdakı sələfləri çoxları vəhabi deyir, amma onlar özlərini vəhabi saymırlar? Və vəhabi deyəndə bunu yaxşı qarşılamırlar. Mən əvvəlcə bütün Azərbaycan xalqının, bütün müsəlman cəmaatımızın Ramazan ayı münasibəti ilə eyni zamanda inşallah biz xeyirli bu ayı başa vururuq. Bu aydan sonra da gələcək bütün aylarımızın xeyirli, bərəkətli olmasını arzu edirəm. Allah təala bu ayda elədiyimiz bütün ibadətlərimizi qəbul eləsin, dualarımızı qəbul eləsin, hamımızın günahlarımızı bağışlasın. Sonra isə sizin sualınıza qayıtmaq istəyirəm. Deməli, əsasən sələfilik nədir? Sələfi anlayışı nədir və bu necə anlaşılır cəmiyyətimizdə və əslində necə anlaşılmalıdır? Bunu vurğulamaq vacib məsələlərdən biridir ki, bunu qeyd etməzdən əvvəl mən bildirməliyəm ki, sələf anlayışı, sələfi anlayışı Azərbaycanda yox, ümumiyyətlə bütün İslam aləmində, dünya səviyyəsində götürəndə yanlış anlaşılır. Bunun da müxtəlif səbəbləri var. Bəzi özünü sələfi adlandıran qruplar var. Bunlar təfriqələr yaradırlar, təkbirçilər var, cihadçı cəmaatlar var və s. Bunlar öz yerində. Yəni, bilirsinizmi, ümumiyyətlə, vəhabi anlayışı işlətmək heç özü düzgün deyil, vəhabi sözü. Çünki əgər bunu Məhəmməd ibn Əbdülvəhhaba, yəni böyük sələf alim olan Məhəmməd ibn Əbdülvəhhaba aid olunub deyirsə ki, vəhabi, yəni onun fikirlərini götürən olaraq bu adı onlara verirlərsə, yəni düzgün eləmirlər, bu adı verirlər. Çünki əslində birinci biz özümüz Məhəmməd ibn Əbdülvəhhabın həyatına baxanda görürük, həqiqətən də o əsl İslamı, əsl Məhəmməd Peyğəmbər s.ə.v-in dəvətini insanlara çatdırıb. Yəni Məhəmməd ibn Əbdülvəhhab haqqında deyilən xüsusilə bu məzhəb pərəstişkarları tərəfindən deyilən sözlər doğru sözlər deyil. Çünki Məhəmməd ibn Əbdülvəhhab da deyib ki, deməli, Quranda və Allah Taala'nın kitabı olan Quran-ı Kərimdə və Məhəmməd Peyğəmbər s.ə.v-in hədislərində əgər baxın, orada mənim sözümü zid, mənim sözümü yəni mənim sözümün o cür, o kitablarda olan zid bir variantını görsəniz, siz Quranı və Məhəmməd Peyğəmbər s.ə.v-i özünüzə nümunə götürüb, məni yox. Əlbəttə, o da Quranda və Peyğəmbər s.ə.v həyatında olan sözlərini şəriəti əsas götürüb danışıb və o ki qaldı bu Azərbaycanda olan deməli müsəlman cəmaata, xüsusilə bu adı tez-tez hallandırılan Əbu Bəkir məscidinə gələn cəmaata vəhabi demək, yəni bu doğru bir yanaşma deyil, bu əslində onlara qarşı atılan bir iftiradır. Yəni bir ilahiyyatçı olaraq mən bunu düzgün qiymətləndirmirəm, çünki birinci növbədə bunlar sələfidirlər, sələfdirlər. Ona görə də biz bilməliyik ki, sələf nədir, sələf anlayışı nədir? Sələf deməli, Peyğəmbər s.ə.v öz qızı Fatiməyə deyib ki, ey qızım, ey Fatimə, mən sənin üçün ən böyük sələfəm. Sələf, yəni, burada Peyğəmbər s.ə.v məzədə tutub ki, yəni sən məni örnək götürəcəyən bir insansan. Yəni mən sənin üçün örnək götürüləcək bir insanam, yəni bir şəxsiyyətəm. Bizim də öz Azərbaycanın milli mentaliyatında, yəni bu sələf sözü, bilmə, bədii ədəbiyyatda da işlənilir ki, yəni sələf,
Yəni özündən öncə getmiş, məsələn, hansı alimlərin, şairlərin kitablarına siz, yəni biz orta məktəblərdə də bunu keçmişik. Yəni orada sələf sözü işlənir. Yəni məsələn, falan kəs öz sələfindən müəyyən məlumatları öyrənmişdir. Yəni öz sələfindən deyilsə, yəni öz öncə getmiş, bu barədə biliyi olan insan nəzərdə tutulur. Bizim də, yəni Məhəmməd Peyğəmbər sallam ən böyük sələfdir. Ona görə də bu cür Peyğəmbəri özünü örnək götürən insanlara sələfi deyilir. Və bunlar da özlərini sələflər adlandırırlar. Düzdür, bütün dünyada, yəni İslam aləmində, xüsusilə Azərbaycanda da özlərini sələfi adlandıran, lakin radikallığa meyilli insanlar var. Xüsusilə gənclər var. Və bunlar, yəni, həm bütün başqa ölkələrdən olan deməli, qada olunmuş ədəbiyyatları, hansılar ki, orada insanların bir-birinə qarşı qaldıran, deməli, şəriət məsələlərindən, yox, əslində şəriət məsələsi yox, yəni insanın bir-birinə qarışdıran hadisələrdən bəhs edilir. Məsələn, namaz qılmayan adama kafir deyir. Halbuki, bu məscid əhli, bu məscidə gələnlər namaz qılmayan insanlara kafir demirlər. Çünki hansısa bir söz demək üçün, yəni orada şəriət hökmləri var. Sən baxmalısın, Quran ayəsi necə nazil olub, hansı şəraitdə nazil olub. Sonra Peyğəmbər sallam hədisi necə deyib, hansı şəraitdə deyib. Bunlar nəzərə alınmalıdır. Sonra sən hökm verə bilərsən. İlk növbədə sən dəvət eləməlisən o insanı. Dəvət eləməlisən Allahın yoluna. Və əgər o dəvətivə gəlmirsə, heç yəni də sən ona kafir demək ixtiyarın yoxdur. Yəni mən onu bildirmək istərəm ki, yəni özünü sələfi adlandırıb, lakin bu cür hadisələr, terror hadisələri törədən insanlar da vardır ki, bəli, bu ona görə də həqiqətən də cəmiyyətimizdə bütün o məscid əhli o cür başa düşür. Halbuki bu yanlış düşüncədir, başdan ayağa tamamilə əsassız bir düşüncədir və bunlar təmiz müsəlmanlardır, Azərbaycan xalqının övladlarıdır və İslamı təmiz olduğu kimi öyrənməyə cəhd edirlər. Aha, təşəkkür edirəm. Digər suallara keçməzdən öncə başqalarının fikirləri və suallarını da dinləyəcəyik. Çünki bu məsələlər müzakirə ediləndə bir çoxları deyirlər ki, qaranlıq məqamların problem kimi görünməməsi üçün ən yaxşısı ictimai şəkildə onları müzakirəyə çıxarmaqdır. Odur ki, 3 nəfərə müraciət eləmişik. Din Etiqad və Vicdan Azadlığı Mərkəzindən İlqar İbrahimoğlu, qeyri-hökumət sektorunun fəalı, professor, filosof Niyazi Mehdi və ilahiyyatçı Mirzəfər Eyyubova. Onların hamısına sualımız bu olmuşdu ki, sələflərlə bağlı hansı məqamlara aydınlıq gəlməsini istəyərdiniz və hansı suallara cavab almaq istəyərdiniz, əgər hər hansı ictimai müzakirəyə qatılsaydınız? İslam və demokratiya. Professor Niyazi Mehdi. Vahabilər haqqında belə bir elmdə də, hətta elmdə də belə bir fikir var ki, o bir təriqətlərdən fərqli olaraq onların başqa İslam təriqətlərində çox amansız münasibətləri var. Hətta o dərəcədə amansız ki, onları müsəlman saymırlar. Əgər bu doğrudursa, bu çox təhlükəli bir məsələdir. Və vahabiləri İslam mədəniyyəti üçün, İslam dünyası üçün çox təhlükəli eləyir. Əgər debata çıxsaydınız, onlara nə sual debata çıxsaydım, yenə elə onların soruşardım ki, başqa təriqətləri siz kafir yolu sayırsınız, yoxsa İslam yolu sayırsınız? İlahiyyatçı alim Mirzəfər Eyyubov. Əsas elə radikallıqları ilə, qeyri-İslami radikallıqları ilə İslamı rüsva eləmələridir birinci növbədə. İkinci növbədə sələfliyin kökü bizi narahat edir ki, bunların hədəfinə baxanda ki, İslamı görünmür. Çünki bunların məqsədi İslami abidələri dağıtmaq, İslamın ən yüksək prinsipi olan əxlaqi gözəllikləri tamamlamaq prinsipinə zid hərəkət eləmək, İslami ziyarətgahları təhqir eləmək, İslam dəyərləri arasında ziddiyyət yaratmaq, bunlar İslamın təhrifi, bunlar bizi narahat edir. Əsas sualım bu olardı ki, siz 18-ci, 17-ci əsrdə ərsəyə gəldiyiniz halda necə özünüzdən qabaqki bütün İslami dəyərləri, İslam alimlərinin fikirlərini inkar edirsiniz? Sizin də İslamınız iftira olunmayıb ki, həmin kitablardan götürülübdür. Din Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu. Ümumiyyətlə, müsəlman kesimdən bizim münaqişəçiliyimiz yoxdur. Mən ümumiyyətlə doğru saymıram ki, iki müsəlman çıxıb bir-birini debat eləməlidirlər. Nə şiyə sünni, nə sələfi şiyə. Mən hesab edirəm ki, ümumiyyətlə bu bölməklərdən qurtarmaq lazımdır. Elə bölünə hara gedir. Bir o mənada, yəni belə bir mənim üçün şəxsən bu mövzu belə, yəni gündəmdədir. İslam və demokratiya. Belə, reportyorumuz Fərəh Sabir qızının aldığı müsahibələri dinlədiniz. İndi həm də buradakı fikirlərə qonağımızın münasibətini öyrənəcəyik.
həm də bir suala. Bunu internetdə yerləşdirilən yazılardan və dini saytlardakı forumlarda, mübahisələrdən də görmək olar. Sələfilərə qarşı ön yarğını formalaşdıran bir səbəb də odur ki, onlar dinə dəvətini başqa Azərbaycandakı ənənəvi dini məzhəblərin tənqidi üzərində qururlar. Bununla bağlı narazılıqlar var. Buyurun Əkrəm müəllim, iddialara münasibətiniz. Deməli, mən bildiyim qədər bu dinin, yəni bu Əbu-Bəkir məscidi əhlinin ümumiyyətlə, yəni müsəlmanların bir-birinə qarşı münasibəti Azərbaycanda həqiqətən də, yəni çox da, yəni pis deyil. Ümumiyyətlə mən onu vurğulamaq istəyirəm ki, Əbu-Bəkir məscidinin və onun deməli cəmaatının da münasibəti digər dinlərə qarşı, yəni İslam dinində, xüsusilə İslam dini məzhəblərinə qarşı münasibəti çox yüksək səviyyədədir. Mən dəfələrlə deməli ibadət vaxtı o məsciddə olmuşam və o məscidin yəni içərisinə gələn hansısa bir özünə möhür gətirən və yaxud da hər hansısa bir əl açıq namaz qılan bir insana orada heç kim heç bir maneçilik törətməyib. Yəni bu həqiqətdir. Yəni kimsə ki bunu başqa cür yazmaq istəyir və yaxud da ki qəlbində nəsə nifaq var, bunu nəsə bir növ çaxnaşma yaratmaq üçün və yaxud da o dəvətin qarşısını kəsmək üçün bu cür sözlər danışır. Yəni bu artıq onun öz öhdəsində, öz vicdanına buraxılır. Amma həqiqətən də, yəni bu məsciddə, yəni mən belə bir hadisə ilə ümumiyyətlə özümlə qarşılaşmamışam, çünki mən özüm İlahiyyat fakültəsində təhsil almışam və mən bütün məscidlərə həmişə gedirəm. Bütün məscidlərdə demək olar ki, həqiqətən də namaz vaxtı həmişə bütün məscidlərə fərqi yoxdur. İstər bizim şiə qardaşlarımızın məscidləri olsun, istər əhl-i-sünnə qardaşlarımızın məscidi olsun, fərqi yoxdur. Yəni bu Allahın evidirsə, bura ibadətə gəlinirsə, yəni heç kim buna mane ola bilməz. Çünki bu məsciddə hər bir kəs bilir, bunun mövqeyini də bilir, bura gələnlər də bilirlər ki, yəni burada heç bir dini ibadətə qarşımır. Sadəcə kimsə ola bilər ki, biri xəta etsə ona nəsihət eləyə bilər. Deyə bilər ki, bax, yəni doğru mövqe budur. Peyğəmbər sallallahu belə eləyib və yaxud da sahabələr belə eləyib. Yəni doğru mövqeni göstərə bilər, nəsihət verə bilər. Amma belə əks bir hansısa məsciddən qolmaq və yaxud da hansısa onu pis baxmaq, belə hadisələr danışmaq düzgün deyil. Belə hadisələr olmayıb. Təşəkkür edirəm. Burada bir sual da var. Azərbaycan cəmiyyətində sələflərə qarşı ön yarğıdan danışmışkən, dinlə çox da elə bağlılığı olmayan adi Azərbaycanlı çox zaman düşünür ki, deyə bilər ki, bizdəki sələflər elə Əfqanistan, Çeçenistan, Ərəbistandakı radikallar kimidirlər. Uzun saqqalları var, geyimləri də eynidir, yəni əlamətləri çoxdur. Onların özlərinin başqa dinlərin nümayəndələrinə fərqli münasibət də var. İndi sizdən soruşmaq istəyirəm Əkrəm müəllim ki, məsələn bizdəki sələflərin sadaladığım ölkələrdəki radikallardan fərqi nədir? Deməli, ilk növbədə burada biraz həqiqətən də yəni bizim bu sələfi müsəlman qardaşlarımızla siz dediyiniz o yəni cihadçılar, təkbirçilər, mən nə bilim digər yəni o fəsad törədən müsəlmanlar arasında yəni özünü müsəlman adlandıran, halbuki İslamın şüarlarını yəni həqiqətən də doğru şəkildə anlamayan və tətbiq etməyən insanlar arasındakı fərqləri yəni hər bir kəs, xüsusilə İslamı zəif bilən bir insan biraz çətin seçə bilər. Ancaq bunların əsas əlamətləri ondan ibarətdir ki, bunlar deməli ilk növbədə sənə inandırmağa çalışırlar ki, bax filan kəs namaz qılmır. Sən də deyirsən, hə, doğrudan da namaz qılmır. Çünki Allah Taala'nın əmridir axı namaz qılmaq. Sən də deyirsən, hə, qılmır. Deməli, o sənə inandırmağa çalışır ki, demək o kafirdir. Sən də bundan razı olmağa məcbur olursan, çünki sən bilmirsən axı. Anlamırsan bunun siyasəti necə sonra davam eləyəcək. Növbəti prosesdə bu sənə daha nələrə dəvət eləyəcək. Sonra bu səndən söhbət eləyəndə səni başqa istiqamətlərə yönəldir və tamamilə Quranın ayələrini sənə deyərək, Peyğəmbər sallallahu gələn hədisləri sənə deyərək, səni özünə cəlb etməyə başlayır və sən artıq buna inanmağa başlayırsan ki, bu çünki Quranla, Peyğəmbər hədisi ilə danışır və sən dəhşətli görsən ki, demək bu düz deyə bilər və sən yəni dini bilmədiyinə görə xüsusilə bu cür təfriqə yaradan bu cür yəni necə deyim, necə adlandırım bunları, yəni bu cür qruplaşma tanımadığına görə istər-istəməz sən bunlara inanmış olursan və bu artıq özünü sənə cəlb etmiş olur və beləliklə sən aldana bilərsən. Xüsusilə mən vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan gəncliyinin bir çoxunu bu cür yollarla aldatmağa cəhd edirlər, həqiqətən də. Yəni bu müxtəlif, siz saydığınız o Dağıstandan və s. Ölkələrdən yəni sirayət olunur. Bizim gənclərimiz deməli bizim əsl İslamdan uzaqlaşdırılır, onlara radikallıq öyrədilir. Halbuki heç Əbu-Bəkir məscidinə gələn
insanların heç birində belə bir radikallıq mövcud deyil. Çox sağ olun və indiki sualım sələflərin daha çox başqa dinlərin nümayəndələrinə ya da dindar olmayan soydaşlara münasibəti ilə bağlıdır. Çünki hətta rəsmilər də tez-tez belə fikirlər səsləndirirlər ki, sələflər Azərbaycanda bugünə kimi olan dini tolerantlıq mühitinə uymurlar. Azərbaycandakı müsəlmanlar sünni ya şiəliyindən asılı olmayaraq xristianlar, yəhudilər, hətta dindar olmayanlar üçün də əvvəlcə daha önəmli onların Azərbaycanlılığı idi. Yəni vətəndaşlığı idi, nəinki dini mənsubiyyəti. Amma iddialar var ki, sələflər üçün daha önəmli müsəlman qardaşlarıdır, nəinki soydaşlıq. Bilmirəm, yəni sələflərin hər bir şəxsin, hər bir fərdin bu barədə öz fikri ola bilər. Yəni mən bütün sələflərin hamısının adından bunu deyə bilmərəm ki, onların hansısa müəyyən bir fərq qoya bilir. Ancaq mən İslam dini cəhətdən, İslam nöqteyi-nəzərdən onu bildirmək istərəm ki, İslam dinində əsas etibarilə, deməli, əsas üstünlük verilir sənin öz müsəlman qardaşına. Və əgər digər bir kəs, yəni İslamı bilmirsə və yaxud da İslamın təsəvvürü yoxdursa və İslam anlayışı yoxdursa və İslamı sevmirsə, sən ona qarşı hörmətlə yanaşmalısan. Və mən əminəm və mən bilirəm ki, buradakı müsəlmanlar da bu cür yanaşırlar. Çünki bunlar ilk növbədə bilməlidirlər ki, Azərbaycan 70 il ateizm təbliği ilə yəni, yaşayıb. Yəni birdən-birə, insanlara birdən-birə, yəni bu cür, bu səviyyədə pis baxmaq və yaxud da əgər kimsə namaz qılmırsa, kimsə əgər onun fikrində, etiqadında deyilsə, ona mənfi emosiya ilə ona yanaşmaq. Yəni bu cür hallar yol verilməzdir və mən inanmıram ki də bu cür hallara o sələfilər, bizim dövrümüzdə yaşayan sələfilər yol verirlər. Əgər yol verənlər də varsa, bunlar həqiqətən də yəni elə təfriqə yaradanlardır və bunlar həqiqətən də deməli bu cür hallara şərait yaradanlardır. Amma mən şəxsən yəni o məscid əhlinin də bu cür olmasına inanmıram ki, yəni hansısa bir namaz qılmadan və yaxud da başqa bir dinə sitayiş edildiyinə görə əlbəttə nəsihət edə bilər ona. Yəni deyə bilər ki, əsl din İslamdır, haqq din budur. Çünki bu vardı Allah Təala Quran-ı Kərimdə buyurur ki, din İslam sizin üçün kamilləşdi. İslamdan başqa bir din yəni yer üzərində qəbul olunmur Allah dərgahında belə götürəndə. Ona görə də bu nöqteyi nəzərdən yanaşa bilərlər məsələyə ki, yəni siz dediyiniz kimi hansısa bir inanclı olan insanlara qarşı hörmətsizlik göstərə bilər. Ancaq bu fakt mən bilmirəm. Yəni əgər varsa da mən görməmişəm. Aha, təşəkkür edirəm. Burada bir sual da çıxacaq onda. Tez-tez deyirlər ki, məscidin ətrafındakı mağazalardan qanunsuz kitablar tapılıb qadağan olunan ədəbiyyatlar, hansılar ki, dini düşmənçiliyi yaradır və s. Və tez-tez sələfiləri də və sələfiliyi yayanları da ərəb ölkələrindən maliyyələşməkdə və gəncləri radikallığa çağırmaqda da ittiham edirlər. Əbubəkir məscidinin özündə bu baxımdan hansısa işlər görülürdümü ki, radikallığın qarşısı alınsın? Yox, bununla bağlı biraz sual çətindir, ancaq mən inşallah cavab verməyə çalışacağam. Əbubəkir məscidinin İmamı Qamət Süleymanov özü orada dəfələrlə, yəni siz bunu müşahidə edə bilərsiniz, eləyə bilərdiniz və yaxud da və bunu müşahidə edənlər də olub, çünki bu xüsusi olaraq biz bilirik ki, Azərbaycanda fəaliyyət göstərən heç bir dini qurum və yaxud da heç bir dini təşkilat deyək və yaxud da heç bir məscid dövlətin nəzarətindən kənar deyil. Dövlət xüsusi olaraq nəzarət edir bütün bu məsələlərə və xüsusi olaraq da bu Əbubəkir məscidinin imamı Qamət Süleymanovun ki, orada insanlara çatdırmaq istədiyi də budur ki, yəni bu cür hallara, yəni xüsusilə bu terror hadisələri və yaxud da radikalizmə meyl eləməsinlər və yaxud da hansısa fikirlərin təsirinə düşməsinlər. Çünki bizim öz dövlətimiz var, bizim öz xalqımız var, Azərbaycanın, yəni keçmişdən üzvbəri gələn bir xalqı, bir inanc sistemi var. Yəni bu xalqın, bu dövlətin mənafeyinə zərər verən və yaxud da belə deyək də, yəni bu müsəlman cəmaata zərər verən bütün hallara qarşı bu məsciddə həmişə mübarizə aparılıb. Orada elə vaxtlar olub ki, təsadüfən orada dərslərdə də iştirak eləmişəm, yəni orada aydındır ki, İslam öyrədilirdi. Mən orada heç bir radikallıq və yaxud da belə deyim, heç bir İslama zid və yaxud da heç bir öz xalqımızın milli mənəvi dəyərlərimizə qarşı zid heç bir hadisə ilə qarşılaşmamışam. Yəni görməmişəm belə bir hadisəni. Həqiqəti deyirəm. Təşəkkür edirəm Əkrəm müəllim. Sonda özünüzün də əlavə etmək istədiyi bir fikir varsa, buyurun. Deməli, sələfilik, sələfi anlayışı bizdə Azərbaycanda yaxşı anlaşılmır. Yəni bu o demək deyil ki, bu təkcə bizdə Azərbaycanda yaxşı anlaşılmır. Yəni bu anlayış niyə yaranıb?
Bu əsas bu sözün kökündə durmaq lazımdır. Yəni sələfilik anlayışı niyə yarandı? Bu söz necə oldu işləndi axı? Yəni sələfilik sözü. Heç bu Peyğəmbər sallallahu vaxtında yox idi axı. Necə oldu işləndi? Amma mən bayaq hədisdə dedim ki, Peyğəmbər sallallahu öz qızı Fatiməyə deyib ki, mən sənin üçün ən gözəl bir sələfəm. Nümunə, örnək götürüləcək bir insan. Yəni ona görə ki, elə ki İslamda məzhəblər çoxaldı İslamda, məzhəblər yarandı və əsl Allah Taala'nın kitabı olan Qurani-Kərim və Məhəmməd peyğəmbərimizin deməli hədislərinə əsaslanan və böyük alimlər. Məsələn götürək, biz bilirik ki, Əhl-i-Sünnə və Cemaat alimləri arasında xüsusilə 4 məzhəb var. Məsələn, Hənəfilik məzhəbi, Şafiilik, Həmbəli məzhəbləri var. Yəni bu məzhəblərin qurucuları, tutaq ki, Əbu Hənifə deyib ki, siz Qurani-Kərimə baxın və Məhəmməd peyğəmbərin hədislərinə baxın. Aydındırmı? Deyib ki, sonra bizim sözümüzdən müqayisə edin. Əgər görsəz ki, bizim sözümüzə zid bir söz varsa, onda siz Quranı və peyğəmbərin hədisini götürün və bizim sözümüzü götürməyin. Yəni həmçinin də mən inanıram və əminəm ki, Əbu Bəkir məscidində də Qurana və Məhəmməd peyğəmbərə zid heç bir söz ifadə olunmur. Eyni zamanda bu nəinki Qurana və Məhəmməd peyğəmbərə, ümumiyyətlə bizim Azərbaycan xalqımıza qarşı heç bir zid fikirlər səslənmir. Yəni sadəcə bilməyənlər və yaxud da bu məscidə qarşı qəlblərində nifrəti olanlar ki, onlar gələ bilərlər, inşallah məscid açılanda gəlib görə bilərlər ki, orada hansı dəvət gedir, necə dəvət gedir. Mən bütün Azərbaycan xalqını, bütün müsəlman cəmaatı bir-biri ilə mehriban olmağa dəvət edirəm, Allahdan qorxmağa dəvət edirəm, Allaha inanmağa dəvət edirəm, gənclərimizə dəvət edirəm ki, bu cür, yəni hansısa bir dəvətə, yəni elə bir dəvət ki, o dəvətdə sənin öz həm belə deyək də, öz dininə zərər gətirən, həm sənin öz evinə, ailənə zərər gətirən işlər var, o cür dəvətlərə getməsinlər. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm. Belə, ilahiyyatçı alim Əkrəm Həsənovun fikirlərini dinlədik. 101.7 FM-də Azadlıq Radiosu və İnternews Azərbaycan İslam və Demokratiya verişi burada başa çatır. Bu da sələflərə qarşı münasibət və sələflərin özlərinin digərlərinə münasibətinin nəyin əsasında formalaşmasından, radikallıq, dini ayrı-seçkilik kimi bəzi iddiaların nə dərəcədə həqiqət olub olmadığından danışmağa çalışdıq. Bələdçiniz mən idim İlkin Məmmədov. Sağ olun, salamat qalın. Dünyada İslam və demokratiya. Azərbaycanda bunun təzahürləri, eyniliklər və fərqləri. Müsəlman o kəsdir ki, Allaha inanır. Allahdan gəldiyinə inanır. Əsl demokrat adam əgər müsəlmandırsa və istədiyi kimi ibadət edirsə, din alimləri tərəfindən o müsəlman kimi qəbul olunca olunmayacaq. Din adına olan təcrübələrin, demokratiya adına olan yanlış təcrübələrin qarşı vurmasını görürük. Hamısı Azadlıq Radiosu və İnternews Azərbaycanın birgə layihəsində. İslam və demokratiya.